Salam əziz uşaqlar. İstilik tarazlığı və istilik keçirmə mövzusuna aid ev tapşırığına baxaq. Leyla əvvəl boş, sonra içərisində su olan sınaq şüşəsini spirt lampası ilə qızdırdı. Sınaq şüşəsi qızdırılır, lakin əl yüksək temperaturu hiss etmir. Nə üçün? Fikrinizi əsaslandırın. Siz şəkilə baxaraq cavab verə bilərsiniz. Havada istilik keçirmə baş vermədiyi üçün sınaq şüşəsi qızdırılsa da aşağıdakı hava qızmır və əl yüksək temperaturu hiss etmir. Sınaq şüşəsində su qaynadılır. Əl yüksək temperaturu niyə hiss etmir? Fikrinizi əsaslandırın. Şəkilə baxaraq fikir söyləyin. Şəkilə baxanda görürük ki, suyun istilik keçirməsi pis olduğu səbəbindən sınaq şüşəsindəki su qızdırılsa da, yəni bu hissədə hətta qaynasa da, istiliyi pis keçirir deyə əl yüksək temperaturu hiss edə bilmir. Cisim alov vasitəsilə qızdırılır. İstilik cismin isti hissəsindən soyuq hissəsinə hansı üsul ilə ötürülür? İstilik keçirmə üsulü ilə ötürülür. İstiliyin cismin isti hissəsindən soyuq hissəsinə ötürülməsinə istilik keçirmə deyilir. Bu proses zamanı zərrəciklərin daşınması baş verirmi? İstilik keçirmədə zərrəciklərin daşınması baş vermir. Çünki bu proses zamanı istilik cismin isti hissəsindən soyuq hissəsinə istilik hərəkəti nəticəsində ötürülür. Boşluqlara uyğun ifadələri yazın. A və B cisimləri verilibdir və bunlardan A cismi isti, B cismi soyuq. Sonra bu cisimlər bir-birinə toxundurulub. Bu zaman istilik mübadiləsi baş verib, daha sonra isə artıq istilik tarazlığı yaranıb. Tikilən evin dam örtüyünün hansı materialdan olması məqsədə uyğun olar? Fikrinizi əsaslandırın. Tikilən evi kiremit, dəmir, mis və şüşə materialdan istifadə edərək dam örtüyünü düzəltmək lazımdır. Tikilən evin dam örtüyünün kiremitdən olması məqsədə uyğun olar. Kiremit gildən hazırlanan nov şəkilli lövhəcikdir. İstilik keçirməsinin pis olması onu izolyasiya üçün yararlı edir. Sərt qış günlərindən biri idi. Hər tərəf qar ilə örtülmüşdü. Verilən ifadələrdən doğru və yanlış olanları işarələyin. Qar istiliyi pis keçirir. Doğru. Dam qar ilə örtüldükdə ev daha da soyuq olur. Yanlış. Soyuq qış dövründə qar torpağın səthini örtərsə, məhsul bol olur. Doğru. Qara tarlaların yorğanı deyirlər. Doğru. Diqqətinizə görə sağ olun.